Salamlar, videoya xoş gəlmisiniz. Bu videoda 19 aprel 2026-cı ildə keçirilən 11-ci sinif buraxılış imtahanının suallarını nəzərdən keçirəcəyik. Gəlin vaxt itirmədən dinləmə suallarını, doğru cavabları və digər sualların izahları ilə davam edək. Dinləmə suallarını izah etməyəcəm, çünki dinləmədən məlumatım yoxdur. Sadəcə etalon cavablarda doğru cavablar bu şəkildədir. B, C və Y variantları. İndi isə gəlin qrammatika sualları ilə davam edək. 7-ci suala baxırıq. There was a storm. Night sözü gecə ətlə işlənir. At night. Digərlərini çıxıram. It rained 3 or 4 hours. Burada da for olacaq. Yəni o 3 ya da 4 saatlıq davam etdi. Yağdı. Ona görə doğru cavab D olacaq. Yəni 3 və 4 saat üçün yağdı. Əsasən 3 və 4 saatlıq yağdı olaraq tərcümə olunur. 8-ci suala baxırıq. 8-ci sual sifətin dərəcəsi ilə bağlıdır. Burada sən olduğu üçün bilirik ki, müqayisə olacaq. Müqayisə də morla düzəlir. Ona görə doğru cavabımız B-dir. Baxın, heç birində nə mor var, nə er var. 9-cu suala baxırıq. Passive voice soruşur bizdən. Our head chef has created this dish today. Baxın, ümumiyyətlə burada has created-dirsə cavabımız da mübtədamız is the dish-dir, təkdir. Xəbərimiz də has been created olacaq. Was been yox, was yox. Baxaq. Aha, bu had been-dir, bu da is created-dir. Bizə isə has been lazımdır, yəni C variantı doğru cavabdır. Ümumiyyətlə, bitmiş zamanlarda sadəcə been artırırıq. Sonra 10-cu suala baxırıq. Ən birinci bura baxırıq, while var, burada da became var. Became əsasən bilirik ki, became keçmişdir və keçmiş zamanla uzlaşır ancaq. Bu indikidir, bu indikidir, indiki bitmiş, indiki davam edici, indiki sadə, indiki bitmiş, gələcək zaman. Sadəcə burada D variantı ilə uzlaşır, keçmiş, davam edici zamanla. Aha, 11-ci sualın izahı ilə davam edirik. Sözlə bağlı bir sualda. Nick is always ready to help. Nick həmişə kömək etməyə hazırdır. He is hazırdırsa kömək etməyə pozitiv mənalı sözlər seçəcəyik. Generous, nəcib. Greedy, xəsis deməkdir. Disrespectful, hörmət etməyən deməkdir. Kind isə mehriban deməkdir. Olacaq 1 və 4. Yəni A variantı. Sonra 12-yə baxırıq. It is late autumn, but there are still flowers. Aha, flowers sözü sayıla bilən cəm isimdir. Much sayılmayanla işlənir. El-otunda of yoxdur. Heç mənaya baxmağa ehtiyac qalmır artıq. If you və some olacaq. Doğru cavab 1-3. 13-cü suala baxırıq. Show göstərmək, call, danlamaq, share, paylaşmaq. Adı deyir ki, to let someone say something. Kiməsə icazə versən ki, nəyisə görsün, yəni göstərirsən də olacaq 1A. B-yə baxırıq. To divide something between two or more people. Bir şeyi iki ya da daha çox insan arasında bölmək, divide bölməkdir, share-də paylaşmaq. To speak angrily to somebody because they have done something wrong. Kiməsə acıqlı danışmaq, çünki onlar nəysə yanlış edib. Bu da olacaq, burası scold sözü, danlamaq, A, C, B. Bəli, doğru cavab Y variantıdır. 14-cü suala baxırıq. Bizdən isim cərgəsini soruşur. Easy, asandır, sifətdir. Silent, sakit deməkdir. Sifətdir. Comfortable, able şəkilçisindən də bilərdiniz. Rahat deməkdir. Dangerous, şəkilçidən də bilərdiniz. Təhlükəli deməkdir. Doğru cavab D olacaq. Picture, şəkil, culture, mədəniyyət. 15-ci suala baxırıq. To do your best. Aha, baxın, burada to var. Should to-la işləmir, must işləmir, could da işləmir. Has və have işlənir. Mübtəda xəbər uzlaşmasında isə you has yox, you have olur. Doğru cavab E variantıdır. 16-cı suala baxırıq. Aha, the students are translated twice a week by new articles at the lesson. Aha, xəbərimiz are translated-dir, tərcümə edilir. Ondan bilirik ki, mübtədamız bizim students yox, articles olar. Yəni məqalələr tərcümə edilir. Ona görə olacaq 5. Are translated tərcümə edilir 2. 5-2 olmayanları, ardıcıl olmayanları çıxaq. Məsələn, burada 6 var, bu heç. Bu da. Qaldı 2 variantımız. Gəlin baxaq. Niyə belə elədim? Çünki bəzən zaman zərflərini əvvəldə verirlər, bəzən axırda verirlər. O problemləri yaşamayaq deyə olmayan variantlar çıxdı mən birinci. İndi gəlin B-yə baxaq. Deməli, new articles are translated by the students at the lesson
Twice a week. Bəli, doğru cavabımız B variantıdır. Y'yə də baxaq görək səhv nədir orada. 5-də yenə də new articles are translated. The students tək işlənə bilmir, çünki şagirdlər tərəfindən deyəndə mütləq by ilə işlənməli idi. 17-ci suala baxırıq. Cümlə sonunda to varsa demişdi, cavabımız who olar, what olar. Ona görə Y variantı olacaq, amma yenə də belə ipuculardan kifayətlənmirik. Mənaya da baxırıq. Did you tell your secret to? Bəli. Deyir ki, sən sirrini kiməsə, baxın burada A-ədir, kiməsə dedin. Y variantı olacaq. 18-ci suala baxırıq. Quickest est varsa, bu üstünlük dərəcədə sifətin Z olacaq. Digərlərini çıxırıq. Dünyada unikal vahidliyi bildirən bir isim olduğu üçün o da Z ilə işlənir. Doğru cavab B variantıdır. In the world. 19-a baxırıq. Want to know bilir ki, Z ilə işlənmir. Want to know-dur, want-dır, be interested-dir, ask-dır. Bunlar Z ilə işlənmir. İndi digər variantlara baxırıq. Söz sırası pozulmamalıdır. Məsələn, burada həz əvvələ keçib olmaz. Sonra burada will əvvələ keçib mübtədadan əvvələ olmaz. Qaldı iki variantımız B və Y. Topluda buna çoxlu testlər var. Demişdik ki, V-nin olduğu cümlədə bitmiş zaman olmaz. Ona görə doğru cavab Y variantı olacaq. When the meeting begins. 20-ci suala baxırıq. Is but we do not need to buy else. Aha, demişdik else işlənir törəmələrlə. Ona görə bu iki variantı çıxırıq. Qaldı bunlar. İndi bir məsələ də var. Baxın, bu cümlə inkardır. İnkar olduğu üçün ardınca gələn hissə, yəni bu hissədə sam və törəməsi olmaz. İkinci inkar da olmaz. Ona görə olacaq C variantı. Mənasına da baxaq. As everything is bought, hər şey alındığı üçün we do not need to buy anything else. Daha nəsə almağımıza ehtiyac yox idi. 21-ci suala baxırıq. Aha. 57 dəqiqədir. Deməli, Jim was happy. Olzo ilə zo bəli eyni mənadır deyə çıxırıq. Gəlin indi cümlənin bütün mənasına baxaq. Julia xoşbəxt idi. She had passed her final exam successfully. O final imtahanı uğurla keçmişdi. Xoşbəxt idi çünki, bəli, çünki olacaq. Bu ziddiyyət bildirir, bu isə alternativ verir. 22-yə baxırıq. Let varsa nə zaman dəyişəcək? Nədə to qəbul edəcək? Heç nəsiz bir feil. Bear infinitiv olacaq. Yəni nə şəkilsi olacaq, nə zamana, kəmiyyətə görə təsdiqlənəcək. Sadəcə feilin özü tuzsuz. İndi mətnə baxaq, sürətli şəkildə mətnimizi oxuyaq. Niihau is the seventh... Niihau deyir ki, 200 insandan daha az əhalisi ilə Hawaii'də yerləşən ən böyük 7-ci adadır. 1864-cü ildə Robinson ailəsi, Şotlandiyadan olan Robinson ailəsi bu adaya gəldi. Bəli. Orada nöqtə var. Aha. They allowed indigenous population to stay. Onlar icazə verdi ki, yerli əhali adada qalsın və onların yerli dilini, Hawaiian dilini istifadə etsin. Being the owners of Niihau sahibləri olaraq Robinsonlar yeni qaydalar orada əsasını qoydular. Qaydalara əsasən onlar turistlərə həmin adaya səyahət etməyə qadağan edirdi. Forbid sözün keçmişidir. Onların əsas məqsədi mədəniyyəti və ənənələri, belə deyək də, adanın yerli insanlarının ənənələrini və mədəniyyətini qorumaq idi. Buna görə də insanlar başladı onu qadağan olunmuş ada adlandırmağa. 1987-ci ildən bəri Robinsonlar qaydaları dəyişib. The access to the island has become possible only by special invitation. Deyir ki, turistlərin ora getməyi, adaya getməyi mümkün olub. Yalnız xüsusi dəvətlə. Half day helicopter tours. Yarım günlük helikopter turları və hunting trips have been available. Ov səyahətləri ziyarətçilər üçün mövcud edilib. Bugün yerli insanlar, Niihau'nun yerli insanları əsasən balıq ovluyur və yemək əldə etmək üçün ovçuluq edirlər. Niihau bitki və gülləri ilə zəngin deyil. Çünki ora çox az yağış yağır. Adanın sahilləri 80 monk seals
80 Monq suitiləri təxminən orada yaşayır, hansı ki, nəsli kəsilməkdədir. Bəzən bu suitiləri adaya yaxın gəlirlər, belə ki, ziyarətçilərin onları görmə imkanları olur. İndi 23-ə baxırıq. Deməli, mətn nə əsasını tamamlayır. Robinsonlar change the language, Nihayunun dilini dəyişdilər. Sonra B-də nədir? Came from indigenous Hawaiian roots. Yerli Hawaiian köklərindən gəlir. C. Made the native people leave the island. Məcbur etdilər ki, yerli insanlar adanı tərk etsin. They created their own rules on the island. Bəli, adada öz qaydalarını yaratdılar. 7-də ki, sold Niihau to the Hawaiian population. Nihayunu Hawaii xalqına, belə deyək, əhalisinə satdı. İncə baxaq. Nihayunun dilini dəyişmədi. Burada deyək ki, icazə verdi ki, istifadə etsinlər. Baxın. They allowed, və bu hissədə. Indigenous population. They allowed indigenous population to stay on the island and use their native language Hawaiian. Qalmağa və onların dilinə istifadə etməyə icazə verdilər, demirlər, dəyişdilər. Sadəcə öz dillərindən də istifadə etməyə icazə veriblər. Sonra bu Robinson ailəsi, baxın, Robinson family from Scotland, Şotlandiyadandır, Hawaii'dən deyirlər. Ona görə, baxın, bu səhvdir. Burada deyir, Hawaii köklərindəndir. Bu da səhvdir. Sonra məcbur, baxın, burada made leave the island. Məcbur edir ki, adanı tərk etsinlər. Xeyr. Heç kimə də satmırlar adanı. Ona görə doğru cavab D-dir. D-ni də mətndə verir ki, öz qaydalarını yaratdılar. Bayaq tərcümə etmişdik. 24-də baxırıq mətn əsasında nə haqqındadır? Hawaii'dəki B variantına baxırıq. Ən böyük adalardan biri. Bəli, orada deyir ki, 7-ci adadır və ən böyük adalardan biri hesab olunur. Ada deyir ki, Hawaii'nin turist gediləcək yerləri, destinations deyil. Burada bir destinationdan söhbət gedir. Denir, Hawaii'nin deyir əsas adalarının təbiəti, xeyr, burada bir adadan danışdı. Helikopter tur və hunting triplər, xeyr. Disappearing animals in Hawaii, Hawaii'də olan heyvanlar, belə də yox olan heyvanlar, burada ancaq bir heyvandan danışılır, mətn əsasən haqqda deyildi, B haqqdaydı. D-nin tərcüməsində deyir ki, helikopter turları və ovçuluq səhhətləri əsas ondan deyildi, o sadəcə bir cümlədə keçir. 25-ə baxırıq bizdən. Doğrunu soruşur. Fishing and hunting are the main ways of getting food for the native people. Bəli, bu mətndə var idi. Baxın burada. Today, the indigenous people of Niihau mainly go fishing and hunting to get their food. Baxın, eyni cümlədir. Fishing and hunting are main ways. B-yə baxırız ya, hundreds of Hawaiian monks deyir, hundreds of yüzlərlə deyir, amma orada 80 deyir, 80-dir. Ona görə bu səhvdir. C-yə baxırıq. Home to colorful plants and flowers. Baxın, high rainfall. Yüksək dərəcədə yağış yağdığına görə, amma orada deyir ki, az yağış yağır, ona görə zəngin deyil bitki və güllərlə. Bu da yanlışdır. The Robinson family changed the traditions. Deyir, dəyişdi, xeyr, dəyişmir. Hətta dəyişilməsin deyə ora gəlişi, turistlərin gəlişini qadağan edir. 7-də ki, tourist can visit the forbidden anytime they wish. İstədikləri, istənilən vaxt, onların deyir, istədiyi istənilən vaxtda səyahət edə bilərlər. Xeyr, ancaq by special invitation, xüsusi dəvətlə. Ona görə doğru cavab variantı olacaq. 26-cı suala baxırıq. Why was Niihau called the Forbidden Island? Nə üçün qadağan olmuş ada hesab edilir? Robinson Hawaiian live on. Deyir ki, Robinson ailəsi Hawaiilərə icazə vermir ki, adada yaşasın. Yaşasın, ümumiyyətlə gəlməyə icazə vermir. B-yə baxırıq. Robinson were against preserving all traditions of the island. Baxın, deyir ki, Robinsonlar adanın ənənələrinin qorunmasına qarşı idilər. Qarşı deyillər, lehinə idilər. Əleyhinə yox. For olmalıydı. Sonra C-yə baxırıq. The Robinsons didn't allow to use the Hawaiian language on the island. Adada Hawaii dilinin istifadə olmasına icazə verilmir. Xeyr, icazə verir də orada sadəcə deyir ki, öz dillərindən də istifadə edə bilərlər. Foreigners were not allowed. Bəli də olacaq. Əcnəbilərə icazə verilmir adaya baş çəksinlər. Helikopter turları qadağan olundu deyir adada. Xeyr, doğru cavab da olacaq. Baxın, burada var idi. They forbade tourists to visit the island. Doğru cavab da D olacaq.
Sonra 27-yə baxırıq. Bizdə nə isə definition istəyir. To keep somebody or something safe. Kimisə, nə isə təhlükəsiz saxlamaq. Protect ola bilər. Yəni baxaq, paragraf 1-də bizdən istəyir. Native language established in forbade. Bəli, protect olacaq. Begin. To call it forbidden island. To keep somebody or something safe, protect. Bəli, nə isə bu protect-də qorumaqdır. Doğru cavab budur. Baxın, burada cavabı protect yazmaq olar. Sonra to protect də yazmaq olar. Məsələn, mətndə tutaq ki, indi burada elə protect verib. Əgər mətndə protected verilsəydi, protected, yenə də yazardın, düz götürülür. Sonunda S var mətndə, sən belə yazsan da doğru götürülür. Amma sən yazsan ki, to protected, to da versən, də versən, bu yanlışdır. Ya da burada S versən, to da versən, S də versən, ikisini də versən, yanlışdır. Onda 1 bal veriləcək sizə. Amma dediyim kimi yazsanız, tam bal veriləcək. 28-ci suala baxırıq. Nowadays sözünün sinonimini istəyir. Nowadays günümüzdə deməkdir. Paragraf 3 yəqin ki, today olacaqdır. Başqa nə var ki burada? Bəli, nowadays günümüzdə deməkdir. Today olacaq burada. Sonra 29-a baxırıq. Sometimes the seals come close to the island. Axırarda olmalıydı bu. Deməli, ardı bizə sonu verib, bizə baxın bu hissə lazımdır. Visitors may have an opportunity to see them. Visitors bayaq dedik, foreigners olar, guests olar. Baxın, belə yazılır, guests. Sonra may have an opportunity, may have a chance deyə bilərik. Chance. Əgər belə yazırsınız, onda article N-dən E-yə dəyişməsiniz. A chance. To see them, to watch them deyə bilərik, onları izləməyə. To observe deyə bilərik. To notice deyə bilərik. Look at deyə bilərik. Belə. Amma məsələn, əvəzlik dəyişsəniz, bu dəyişiklik hesab edilmir. Sözü dəyişmək lazımdır. Əvəzlik dəyişməsi dəyişiklik hesab edilmir. Belə. Sonra bu qədər. Bununla da suallarımız yekunlaşdı. Yazdığınız cavablarla bağlı, esse ilə bağlı, söz dəyişmə ya da sinonimlərlə bağlı sualınız olduğu təqdirdə rəylərdə yazın. Suallarınızı cavablayacağım. Sağ olun, salamat qalın.